Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin 15 mart tarixində keçirilmiş olduğu 11-ci siniflərin buraxılış imtahanından ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Nəticənizin necə olmasından asılı olmayaraq hər birinizə bol-bol uğurlar. Çalışın ki, bundan sonra da bloka yaxşı-yaxşı hazırlaşasınız. Dinləmə suallarını sizə göstərim yəqin baxmaq istəyirsiniz. Biz qrammatikadan başlayaq. 7-ci sualdan. 7-ci sual mürəkkəb tamamlıq mövzusudur. Want 3-cü qrup feilidir. Ona görə to-lu feil istəyir. Yəni to-lu məsdər forması sadəcə A variantıdır. Digərləri təbii ki, düz gəlməz. 8-ci sualda cümlə tamamlamaq tipində bir formadır. Deməli, A variantı doğru cavabdır. Cümlə nəqli tipdə olmalıdır. B-də did əvvələ keçib, C-də ar qabağa keçib yenə, D-də have qabaqdadır, Y-də də will qarşıya keçibdir. Cavab A variantı. 9-cu sualda mənanı istəyir bizdən. Deməli, insanların yaxşı keyfiyyətləri var deyir. Yəni, şəxsi daha doğrusu keyfiyyətləri var. Hansı insanların keyfiyyətləri olar? Mehriban insan olar, alicənab insan olar. Greedy, acgöz, rude, kobuddur. Yəni, müsbət seçmək lazımdır. 1 və 2 cavab D variantı. Çünki söhbət yaxşı şəxsi keyfiyyətdən gedir, quda görə. 10-cu sual rahat tipli sualdır. Dünən deyir, yesterday varsa keçmiş sadə zamandır. Break, broke olur keçmiş zamanda, qaydasız feildir. 11-ci sualda diqqətli olmaq lazımdır. Antik xalçalar var. Daha sonra onlar satılır deyə bir cümlənin ardı var. Deməli, xalçalardan söhbət gedir, birdə onun bəzisi deməzsən, bir olmaz. 4-də də it eyni qayda olmaz. Onların hamısı satılır, onların bəziləri satılır. 2-3 cavab C variantı. 12-ci sualda very hansı dərəcə əlamətidir? Adi dərəcənin əlamətidir. Ona görə doğru cavab olur D variantı burada. Yəni, yanında yörəsində bir şey olmamalıdır ki, adi dərəcə olsun. 13-cü suala baxaq. 13-cü sualda deməli, A-da able-ın to-su yoxdur. B-də ought-un to-su yoxdur. D-də able-ın to-su yoxdur. Had to-nun inkarı özü ilə düzəlməz, diddən düzəlirdi. Cavab C variantı. 14-cü sualda doğru cavab olur A variantı olur. 2-1-7 ilə gedək. Books are very important. Kitablar çox vacibdir. In the life of people. İnsanların həyatında doğru forma A formasında olacaq. 15-də sözünün mövzusunda pleased with var. Yəni, with-dən istifadə olunur və bought for her onun üçün alınıb deyir. Cavab 15-də C variantı. 16-cı sualda mənaya baxırıq. Deməli, nə zaman ki, insanlar döyüşməyi dayandıranda, anda, əndə dünya daha yaxşı yer olacaq. Digərləri məna cəhətdən olmaz. Cavab B variantı olur. 17-ci sualda 2-də e təkdə, glasses cəmdə olmaz. 3-də to cəmdir, kilo təkdir. Olmaz. 1-4 doğru cavabdır B variantı. Getdik növbəti suala. 18-ci sualda nə üçün qatar 2 saat gecikir deyəndə nə üçün olaraq cavab burada B olacaqdır. Cümlənin burada mənasını bilməkdə fayda var. Misal üçün desək ki, oradakı kimdir? Who was there? Məsələn, canlının bir şey ifadə edilsə, orada who falan seçərik. Yəni, cümlənin burada mənasına baxmaq önəmlidir. 19-cu sualda most deməli ancient languages üstünlük dərəcəsi var. Qabağında Z artiklı olmalıdır. Ona görə AD olmaz. Və sağ tərəfdə in the world-dür. Yəni, tək məfhumların qabağında bilirik ki, Z artiklı olur. 20-ci suala baxaq. Əsas cümləmiz deməli pasivə çevirmək lazımdır. Has feil 3 varsa, bizə aşağıda lazımdır. Have has been feil 3. A-da have has been yoxdur. B-də yoxdur. Digərlərini saxlayaq. C-də the new rules cəmdə has təkdə olmaz. Cümləmiz direktordan başlayıbdır. Eynisi ilə başlamaz. Cavabımız Y variantı. 21-ci sualda antonimi soruşur. Deməli, liberate azad etmək, free azad etmək antonim deyil. Reject, refuse, rədd etmək, yəni nəzərə almaq mənaları var. Getdi. Deməli, defend, müdafiə olunmaq, attack, hücum etmək, fail, kəsilmək, imtahandan kəsilmək və uğursuzluğa məruz qalmaq, succeed, uğur qazanmaq, destroy, məhv etmək, bir tikmək. Deməli, 1-3-5 cavab D variantı.
Batə yağ Saymən ismidir. Saymən ismin qabağında nə olur? Deməli, few sayıla bilənlədir, few sayıla biləndir, many sayıla biləndir. Elot ismin qabağında olmur. Cavab D variantı. Vaxt baxımından mətnə hələ ki baxa bilmədim. Yəqin ki, siz özünüz baxarsınız. Bunu belə bura qoyuram. İstəyənlər baxsın. Vaxt baxımından baxa bilmirəm, amma qaranlıq qalan sual olsa yenə şərhə yazarsınız. Belə, əziz abituriyentlər, hər birinizə bol-bol uğurlar, əziz 11-cilər. Buraxılış nəticəsi nə olmasından asılı olmayaraq yaxşı-yaxşı bloka hazırlaşın, özünüzü yaxşı motivasiya edin. Hər birinizə bol-bol uğurlar, xeyirli şəkildə universitetə qəbul olmağınız diləyilə.